qadının əli pul tutandan sonra kişini saymır. Bəs bunlara nə deyirsiniz? Onda belə çıxır ki, siz istəmirsiniz də bizim əlimiz pul gətirsin. Elə oturaq evdə səhərdən Mən istəmirəm. Mən istəmirəm. Qoy elə həmişə kişilər qazansın, qadınlara baxsın. Yox, biz niyə qazanmayaq ki? Niyə pul qazanmaq kişiyə aid olmalıdır? Qadına niyə aid? Necə biz bəyənmə kəsat biz uşaqlara həyat veririk. Mətin nə danışır Tağım? Yox. Kişi qazanıb borcudur, gəlib qadına baxır. Borcudur, amma məncə xanımın da işləməyi, xanımın da öndə getməyi kişiyə bir motivasiya olmalıdır. Qardaş, xanım heç vaxt kişidən öndə gedə bilməz. Həyatınız belə Niyə gedə bilməz? Xanım ancaq mənim arxamda gedə bilər. Arxamca qutardı ki, xanım mənim öndə nə iş var? Diqqət edirsinizsə, mediada bir sıra şəxslər vasitəsilə davamlı olaraq bir tezisinin propagandası gedir. Qadınlar işləməməlidir. Onlar ya işləyən qadını xəyanətlə itham edirlər, ya güclü kişinin həyat yoldaşının işləməməli olduğunu deyirlər, ya da işləyən qadını yaxşı ana olmamaqda günahlandırırlar. Həqiqətdə qadınların iqtisadi azadlıq əldə etməsinə, əmək bazarında iştirak etməsinə qarşı olan və bunun təbliğatını aparan şəxslər qadınların iqtisadi cəhətdən asılı vəziyyətə düşməsi halında məişət zorakılığına məruz qalmaları və digər hüquq pozuntuları şəraitində tamamilə müdafiəsiz qalacaqlarını çox yaxşı bilirlər. Yəni burada əsas məsələ qadınların işləmək hüququnun əllərindən alınması deyil, digər təməl hüquqların da sual altına alınmasıdır. Yəni sabah deyilə bilər ki, əgər qadın işləmirsə, onda nəyə görə təhsil almalıdır? Necə ki, bugün deyirlər ki, qadın vergi ödəyicisi olduğuna görə onun səs vermə hüququ var. Və cəmiyyətdə hüquqşünas kimi tanınan və digər peşə sahibləri tərəfindən televiziyalarda açıq şəkildə səsləndirilən bu ifadələr təkcə Azərbaycan Respublikasının qanunlarını pozmur, həm də bu ifadələrə saxta legitimlik qazandırır. Məsələn, bir oxucu və ya izləyici bu ifadələrlə tanış olanda düşünə bilər ki, əgər bunu bir ekspert səsləndirirsə, demək burada həqiqət payı var. Yəni bir hüquqşünas əgər efirdə qadınların işləməsinin əleyhinə danışır, əslində o cəmiyyətdə zərərli fikirləri təbliğ edir. Bu cür ifadələri səsləndirən şəxslərin xəyalındakı ölkə var, Əfqanıstan. Gəlin bu kadrlara diqqət yetirək. 2001-ci ildə Əfqanistanda qadınlar işləmələrinə qoyulan qadağaya görə etiraz edirlər. Bu etirazlarda iştirak edən qadınların bir çoxusu duldur və onlar öz həyatlarını təmin edə bilmək və ac qalmamaq üçün işə ehtiyac olduqlarını deyir. Bu kadrlar 2001-ci ildəndir. 2024-cü ildə isə Taliban rejimi qadınların ictimai yerlərdə səslərinin gəlməməsi, danışmamaları üçün qanun qəbul edib. Məncə bu kadrların özü çox şeyi izah edir. Ona görə də medianın öhdəliyindədir ki, cəmiyyətdə bölücülük yaradan, zərərli fikirlər yayan şəxsləri ekspert adı ilə efirə dəvət edib, bu cür zərərli təbliğata şərait yaratmasınlar.